Uşağa ad qoymağın üstündə də boşanarlar. Bu psixoloji xəstəlikdir, yoxsa insanlar həqiqətən də artıq absurd həddə çatıblar? 20 illik köhnə tuju istifadə edən xanım isə tamamilə görmə qabiliyyətini itirib. Bundan əlavə alimlər sübut edib ki, idman zalları ayaq yolundan daha çox mikrobludur. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Kimə necə yaxşılıq eləyim düşünürsünüzsə, o zaman mən sizə bir şərait yaradıram. Heç bir ödəniş eləmədən yaxşılıq eləmək üçün sizə çox maraqlı bir üsul təklif edirəm. Bütün sosial şəbəkələrimizdə bu videonu görürsünüzsə, aşağıda link var. O linkə daxil olub petisiyanı imzalayırsınız. Ad, soyadınızı və bəzi informasiyaları qeyd edib imzanızı atmaq kifayətdir ki, bərəm xəstələrinə yaxşılıq eləmiş olasınız. Çünki əgər sayımız çox olsa, bu petisiyanı 10 mindən çox insan imzalasa, bu xəstələrə müəyyən dərmanlar ödənişsiz ayrılacaq və beləliklə bir çoxunun ailəsinə sevinc bəxş eləmiş olacaqsınız. Detallara baxaq. 30-dan çox ölkədə vərəmə məruz qalan şəxslərə dəstək olan Beynəlxalq Vətəndaş Cəmiyyəti şəbəkəsi yeni petisiyaya başlayıb. Bu barədə STV xəbərə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin direktoru, TB People vərəm təsirinə məruz qalmış insanların qlobal şəbəkəsinin Vətəndaş Cəmiyyətinin Azərbaycandakı rəsmi nümayəndəsi Çingiz Ramazanlı məlumat verib. Hal-hazırki petisiya ona görə bizə lazımdır ki, dünyada baş verən proseslər hamı bilir. Yəni Amerikanın maliyyə siyasətində dəyişikliklər olmuşdur, qrantların maliyyələşdirilməsində problemlər yaranır və bundan da birinci növbədə icmalar, vərəmin təsirinə məruz qalmış insanların icmaları da əziyyət çəkir. Ona görə də maliyyələşdirmənin gücləndirilməsi, eyni zamanda maliyyə donorlarının, maliyyələşdirən donorların diqqətinin və vərəmin vacibliyinə yönləndirilməsini biz öncədən vurğulayırıq və ona görə bu sahədə gərgin işlər lazımdır. Bunun üçün petisiya lazımdır təbii ki. Əgər qarşıya məqsəd qoyulmuş 10 mindən insan əgər bu petisiyanı imzalasa, təbii ki, donorların fikrini cəlb edəcək bu. Ona görə TB People-da bütün dünya nümayəndəlikləri, yəni 33 ölkədə nümayəndəliyi var TB People-un, onlardan biri də Azərbaycandır və bütün dünya nümayəndəliklərini, ölkə nümayəndəliklərini bu sahəyə cəlb edir və bu sahədə güclü işlər aparır. Həmin petisiya bu dəqiqə hazırda bütün sosial şəbəkələrdə gedir. Bütün sosial şəbəkələr vasitəsilə, icmalar vasitəsilə, insanlar vasitəsilə hamının fikri buna yönləndirir ki, bu vacib addımdır. Biz demirik ki, vərəmdən başqa maliyyələşdirilən bütün xəstəliklər ön plan, arxa plana keçir. Lakin biz siyasəti məhz bunun üzərində qururuq ki, biz vərəmdən işləyirik. Azərbaycanda da vərəmə son qoymaq, dünyada vərəmə son qoymaq bu aktiv prosesin bir hissəsidir. Çingiz Ramazanlı bildirib ki, petisiyada 18 yaşı tamam olan hər kəs iştirak edə bilər. Vərəm sadəcə ondan təsirlənənlərin deyil, həm də bütün insanların mübarizə aparmalı olduğu bir problemdir deyə qurumun direktoru vurğulayıb. Bir dəfə proteinin ziyanları haqqında danışdım. Ölkənin bütün idmançıları öz bloqlarında məndən bəhs elədi. Məni yanlış çıxarmağa çalışdı, amma təbii ki, istinad edilən mənbələrim olduğum üçün o qədər də çox dərinə gedə bilmədilər. İndi isə alimlərin yeni bir araşdırması var və ümid eləyirəm ki, bunu izləyəndən sonra idman zallarının təmizliyi 2 qat artacaq. Çünki artıq idmançıların bizi izlədiyinə əminəm. İdman zalında olan mikroblar ayaq yolundakılardan 2 dəfə daha çoxdur. Bu nəyə görə belədir? Sualın cavabını sujetdə biləcəksiniz. İdman zalı ayaq yolundan daha mikrobludur. Amerika Birləşmiş Ştatında aparılan bir araşdırmaya görə məşq zamanı istifadə etdiyimiz trenajorlar gözlədiyimizdən qat-qat daha çox mikrob daşıyır. Fit-Rated'in araşdırmasına əsasən 27 fərqli trenajordan götürülən nümunələr göstərib ki, hər kvadrat düyümdə 1 milyondan çox mikrob mövcuddur. Nəticələrə görə velo trenajorlar yeməkxana nimçələrindən 39 dəfə, qaçış trenajorları vanna otağındakı kranlardan 74 dəfə, ən qorxulusu isə qantellər, ştanqalar və digər ağır çəkili avadanlıqların üzərində tualet oturacağından 362 dəfə daha çox mikrob aşkar edilib. Mütəxəssislər zal həvəskarlarına istifadə etdiyi avadanlığı salfetlə silməyi, məşqdən sonra əllərini yumağı tövsiyə edir.
Bəzən olur ki, yeni tujumuzu tapa bilmirik və köhnəyə əl atırıq. Amma o köhnə də dediyimiz sadəcə bir il köhnə tuj olanda belə narahatlıqla istifadə edirik ki, birdən gözümüzə ziyan olar. Bu xanım isə 20 illik tuju istifadə edib nəticədə gözündən olub. Baxaq. Köhnə tujdan istifadə edən qadın kör oldu. Avstraliyanın Adelaide şəhərində yaşayan Shirley Potter adlı yaşlı qadın 20 il əvvəl aldığı köhnə tujdan istifadə etdikdən sonra görmə qabiliyyətini tamamilə itirib. Məlumata görə qadın qızları ilə görüşə hazırlaşarkən köhnə kiprik boyasından istifadə edib. Növbəti gün qadının gözləri qızarıb, şişib və kəskin ağrı ilə müşayiət olunan güclü yanma hissi yaranıb. Bu narahatlıq bir neçə ay davam edib və nəticədə qadın həkimə müraciət etmək qərarına gəlib. Müayinə zamanı oftalmoloq onun gözlərində ciddi infeksiya aşkar edib. Həkimlərin ehtimalına görə infeksiyanın əsas səbəbi istifadə etdiyi vaxtı keçmiş tuj olub. Antibiotiklərlə müalicə edilsə də təəssüf ki, bu qadının görmə qabiliyyətini xilas edə bilməyib. Həkimlərin sözlərinə görə o, qarşıdakı 3 il ərzində tamamilə kör ola bilər. Mütəxəssislər göz kosmetikasının istifadə müddətinin 6 ayı keçməməli olduğunu və bu müddətin məhsulun qablaşdırılmasında göstərildiyini qeyd edib. Kosmetika istifadəçilərinə isə belə məhsulların vaxtına diqqət yetirmək tövsiyə olunur. Xanımlar da bizi kifayət qədər izləyir və gel dırnaqla bağlı xəbərlərimiz ən çox baxış sayı yığanlardır. Bu dırnaqların ziyanı haqqında sadəcə biz danışmırıq. Dünyanın bir çox blogerləri, xüsusilə sağlamlıqla bağlı kontent hazırlayanlar buna çox diqqət edirlər. Sadəcə akril dırnaqlardan istifadə edən xanım bir müddət sonra dırnağının altında qəribə bir ləkə görüb və məlum olub ki, bu çox nadir, ağır xərçəng xəstəliyidir. Xərçəng dəridə olan melanoma xəstəliyidir və onun da müalicəsi çox ağırlı bir prosesdir. Yəni sağlamlıq yoxsa gözəllik arasında seçim eləyəndə düşünürəm ki, yaşamağın necə möhtəşəm bir nəsnə olduğunun fərqində olan hər kəs sağlamlığı seçir. Süni dırnaqlar xərçəngə səbəb oldu. Britaniyanın 35 yaşlı sakini Lucy Thomas barmağında dırnaq altında qəribə ləkə gördükdən sonra həkimə müraciət edib. Pasiyentə nadir dırnaqaltı melanoma, yəni dəri xərçənginin nadir, lakin son dərəcə təhlükəli növü diaqnozu qoyulub. Lucy uzun müddət akril dırnaqlardan istifadə edib və indi gözəllik həvəskarlarını bu vərdişdən çəkinməyə çağırır. O, xüsusilə süni dırnaqları vaxtaşırı çıxarmağı, hətta ümumiyyətlə onlardan istifadə etməməyi tövsiyə eləyir. Həkimlərin sözlərinə görə dırnaqaltı melanoma çox rast gəlinməyən bir xəstəlik olsa da aqressiv şəkildə inkişaf eləyir və vaxtında aşkar edilməzsə həyati təhlükə yarada bilər. Həmçinin dırnaqların təbii vəziyyətdə belə mütəmadi olaraq yoxlanılması çox vacibdir. Əgər dırnaqların altında qeyri-adi ləkə, zolaq və ya rəng dəyişiklikləri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir. Ata deyib uşağın adı belə olsun, ana deyib yox elə olsun. Söhbət gəlib elə böyüyüb ki, uşağın 1 yaşı var, hələ də adı yoxdur. Üstəlik onlar bu ad üstündə boşanırlar. Uşağa ad qoymağın üstündə boşanırlar. Oğullarına ad qoymaqda razılaşmayan cütlük boşanır. Çində məhkəmə qeyri-adi boşanma işinə baxır. Ailədə uzun sürə münaqişə səbəbindən uşaq 1 ildən artıqdır ki, doğum haqqında şəhadətnaməsizdir və məcburi peyvənd ala bilmir. Cütlük 2023-cü ildə ailə qurub. 1 il sonra isə onların uşaqları olub. Bundan dərhal sonra fikir ayrılıqları başlayıb. Hər bir valideyn öz adında israr etdi və orijinal sənədləri və ya etibarnaməni digərinə verməkdən imtina eləyir. Hər ikisi ayrı-ayrılıqda uşağı seçilmiş adla qeydiyyata almağa çalışsalar da onların müraciətləri rədd edilib. Məhkəmə valideynlərə uşağın hüquqlarını qorumaq üçün sənədləri müəyyən edilmiş müddətdə doldurmağı tapşırıb. Eyni zamanda valideynlərin məcburi psixoloji müayinə keçmələri qərara alınıb. Sənədlərin əsli müvəqqəti olaraq məhkəmənin nəzarətində qalıb. Bundan sonra qeydiyyatı başa çatdırmaq üçün onları anaya təhvil verməyi planlaşdırırlar. Bu müddətdə isə ər-arvad uşağın adı ilə bağlı razılığa gələ bilmədikləri üçün boşanma prosesini davam etdirirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.